Heç narvat uşağı yığıb aparıram dənizə. Vaxtın varsa sən də uşaqları götür gəl. Davay. Sürəm, dəsmalları da götürdüm. Əla bomba kimi. Onlar ikimizi də götürək. Ayrən dənizə gedirik, it vaxtıdır, camaat narahat olar, başını burax. Qulaq as. Popları da götürdüm. Daha mənə dənizdə demək ki, filan meyvəni istəyirəm, filan meyvəni al. İstədiyim bütün meyvənin dadı da, dilimi də popun içində. Bura var. Onda anam atamı götürək də. Mən deyirəm camaata narahatçılıq verməyək, sən deyirsən anamla atamı götürək. Niyə, nə edirəm sənə? Ay yadımda deyil keçən ay atancınla getdik dənizə. Atam dənizə satan kimi 50 qram vurdu, girdi suya ki, ay camaat mən qayıqam gəlin mənim belimə. Onda anamı götürək. Anan ondan da betər. Dənizə çatan kimi 1 saat oturur, gün vurur təpəsindən, uzanır qayalıqların yanındakı su pərisi ilə şəkil çəkdirmək 5 manat. Onda zananla atam. Onlar oradadır. Nə yaxşı bizdən qabaq gediblər? Bizdən qabaq getməyiblər. Yadında deyil. Keçən ay atamın revmatizmasına görə mamam onu quma bastırdı. Arvadın yadından çıxıb kişini hara bastırıb. Bir ayda yazıq kişi qumun altında çavalayır, tapa bilmirik. Qulaq as, o dəmir axtaran da götür, bitdi deyil, onu da götür gedək.